Deməli, hörmətli izləyicilər, bu evin qiyməti düşdü. 85 min idi, oldu 78 min. Bir dənə qaldı. Özüm gəldim sizə çəkim ki, yəni gəlib alasınız. Və evimizin ən böyük özelliği odur ki, baba maşınlar gördü. Düz yolun üstündədir. İndi yerini deyirəm sizə. Evimiz Maçdağadadır. Maçdağadan köhnə dəmir yol stansiyası. Oradan üzüb Alballığa, Vişnyovkaya gedən düz yolun üstündə. 78 min torpağın da evində kupçası var. Yəni həyətinə maşallah 3-4 dənə maşın rahat girir, giriş qapısıdır. Su xətti, qazı, işığı hamısı daimidir. Evimiz kürsülüdür, zirzəmisi də var. Özü də beton siyashka verilibdir. Yəni qiymət endirildi. Otaqlara baxacağıq. Yəni ilkiləsi bir şey yoxdur da açıqda yəni. Hamısı qaydasında. Yolun üstü, həyətinə maşın girir, kürsülü, padvallı, zirzəmili, nə bilim, beton siyashka. Qiymət düşdü, 78 min oldu. İndi ola bilər yenə də nəsə endirim olsun, amma yəni telefonda gəlmir. Gəlin baxın yerində ev sahibi ilə danışın. Mən qiymətə müdaxilə edə bilməyəcəm. Bu mətbəximizdir, çünki endirim elədi. 7 min endirim elədi. Deməli, 2 yataq otağımız, bir qonaq otağımız. Qonaq otağına baxaq. Haradasa 7-ni 3-2-yə, bax belə. Qonaq otağımız, döşəməsi laminatdır. Bura valideyn yataq otağıdır. Pəncərələr hamısı öz ərazisinə baxır. Gün işığı düşür. Hasardan aralıdır. Açıq rəngdə aboylar. Bu da uşaq yatağı. Ən balaca otağı budur. 3,5-ın 4-ə. Bax belə. Və sanuzyolu. Aksesuarlarda qoyub. Gəlin, baxın. 2 sot yarımdır. 2 sot yarım. Yeri əla. Qiymət də ki endirdi. Yəni 7 min endirdi. Ondan aşağı da yəni mən bilmirəm nə qədər endirəcək. Gəlin özünüz danışın. Belə bir ev çəkdim sizə göstərdim. Sağ olun, minnətdaram.